Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Kürdəxanadayıq. Kürdəxananın tam mərkəzində və mərkəzi yola yaxın, belə də infrastruktura yaxın ərazidə 3 sot torpaq sahəsinin üzərində və qapısına qədər asfalt. Mükəmməl bir evin çəkilişindəyik. Allah hər kəsin malına, mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Sənəd çıxarışdır. 3 otaq, 1 mətbəx ev tamamilə istipol və ilkin olaraq qiymət 160 min manat. Reallıq olarsa inşallah indirim olunacaq. Sizləri yormayaq. Əsas keçək belə deyək, həyətin təqdimatı və sonra evin içərisinin təqdimatı. Evin ön hissəsini sizlərə təqdim edirik. İşıqlandırması var və sağ hissəsində də eyni qayda ilə işıqlandırması, suyun axıntısı, divarın hətta belə işıqlandırmasına qədər var. Balaca və böyük jalüz qapıları var. İndi inşallah onları da sizlərə təqdim edəcəm. Üstünlüklər əslində çoxdur və bütün əşyalar nə görəcəksinizsə hamısı qalır, yəni götürülmür. Bax, suyun axıntısı üçün qoyulub. Giriş hissəsini sizlərə təqdim edəcəm zaten sonra. Burada bax, evin arxasında meyvə ağacları və gəlin bir izləyicilərimizə nəzərinə çatdıraq. Bax, burada 2 dənə pləkan var. Bunun qapısı açılır zaten. Zaten açılır. Zala giriş var. Və burada da arxada əlavə bir qapısı, yəni giriş etmək olar, yəni evin arxası tərəfinə çıxmaq və orada camaşırxanadır. Onu da göstərəcəm. Və giriş hissəsini sizlərə təqdim edək. Giriş hissəsini sizlərə göstərək. Giriş hissəsində də böyük jalüz qapısı, kiçik jalüz qapısı, suyun axıntısı. Həqiqətən də mükəmməldir. İçərinin təqdimatını təqdim edəcəyik sizdə. Və keçək evin içərisinin təqdimatına. Biz də Məşləq Əmlak şirkəti olaraq çalışırıq həmişə sizlər üçün gözəl, yəni belə deyək də özümüzə, şirkətimizə uyğun evlər tapaq. İnşallah keçək evin içərisinin təqdimatına. Ev tamamilə qeyd etdiyimiz kimi istipoldur və bütün əşyalarına qədər qalır. Və keçək inşallah zal hissəsinin təqdimatına, sonra digər otaqları təqdim edəcəyik sizlərə. Və keçdik inşallah zalın təqdimatına və qeyd etmişik. Nə varsa hamısı qalacaq. Zal tam şəkildə göstərəyim. İçərisini də təqdim edəyim. Tam şəkildə izləyicilərimiz izləyə bilsinlər. Bax, burada belə deyək, sensorludur. Sonra ev yəsinin icazəsi ilə göstəririk. Bunlar da qalır və çox səliqəli bir ev eşidir. O soyuducunun aşağı hissəsini göstərək. Bu bir soyuducu hissəsidir. Və keçək. Bu da ev yəsinin öz icazəsi ilə. Bu da qab yuvanıdır. Çünki biz icazəsini heç vaxt